Salam. İşarə əvəzi ilə bağlı mən video izah paylaşmışdım. İstəyirəm ki, həmin orada dediyim qaydalara bir də test üzərində baxaq. Sizə daha aydın olsun. Baxaq bu testə. Hansı cümlədə bu əvəzindən sonra vergül qoyulmalıdır? Baxın, gördüyünüz kimi qoyulmalıdır yazılıb. Baxaq. Bu dövrün adamı deyirəm ki, mən hansı dövrün bu? Sifəti əvəz eləyib. Sifəti əvəz eləyib, təyin mövqeyində də vergül qoyulmayacaq. Bu da belə bir ömürdür. Nədir ömürdür? Nə bu? Düz deyirsiniz. Bu deməli ismi əvəz eləyib. Amma burada bağlayıcı var. Vergül qoymayacağım qaydaya əsasən. Bu əlimlə bəslədiyim sevgidir. Nədir sevgidir? Nə bu? Artıq vergül qoyacağım. Çünki isim var. Vergül qoyulmalıdır. Bu gizli eşq ilə yaşayacağam. Hansı gizli eşq ilə? Bu gizli. Gördüyünüz kimi burada təyin mövqeyindədir. Sifəti əvəz edib. Vergülə ehtiyac yoxdur. Bu həm də müəllimin son vəsiyyətidir. Baxın, həm də gəlib. Bağlayıcıdır. Bağlayıcı, ədat, qoşma olarsa vergül qoymuram. Feil olanda vergül olmaz. Əvəzi gələrsə vergül qoyulmaz. Burada olacaq cavabımız C variantı. Hansı cümlədə vergül işarəsi səhv qoyulmuşdur? Gəlin baxaq. Səhvi istəyir bizdən. O, bu kimdir belə? Baxın, nədir? Kimdir? Kim? O, bu. O və bu kimdir? Və ilə də əvəz eləmək oldu. Deməli, burada həmcinslik var və səhv qoyulmayıb. O, bu kəlməni ürəkdən söylüyürdü. Nə edirdi? Söylüyürdü. Kim? O. Nəyi? Kəlməni. Necə söylüyürdü? Ürəkdən, nə tərzdə, nə vəziyyətdə? Hansı kəlməni? Bu. Baxın, bu deməli, burada sifət əvəz eləyib, təyin mövqeyindədir. Odan sonra əvəzlik gəldiyinə görə vergül qoymamalıydım. Amma burada vergüldən istifadə eləyiblər. Yuxarıda həmcinslik var idi. Eyni suala cavab verdi, eyni cümlə üzvü oldu, vergül qoya bilərəm. Eyni cümlə üzvü ilə bağlı oldu. Amma baxın, burada təyin mövqeyindədir. Vergül qoyulmaz, sifəti əvəz eləyib. Sən hardan biləsən ki, o günahkardır? Günahkar nədir? İsimləşmiş sifətdir. Vergül qoymaq olar. Səhv deyil. İndicə zərfdir. Vergül qoymaq olar. O gözlərini. Gözlər isimdir. Vergüldən istifadə etmək olar. Səhv deyil. Hansı cümlədə o əvəzindən sonra vergül qoyula bilər? Baxın, vergül qoyula bilər. Yəni qoyula da bilər, qoyulmaya da bilər. Deməli, intonasiyadan asılı olaraq mən hansı cümləni iki formada düşünə bilərəm? Onu məndən soruşur. Baxaq, qoyulmalıdır demir. Qoyula bilər deyilir. O küçədə dostum yaşayırdı. Hansı küçədə? O. Yəni iki formada düşünmək olmur. Məni o yerlərə bir də aparın. Hansı yerlərə? O. İki formada necə düşünək? Alınmır. O qızı anam da bəyənmişdi. Hansı qızı? O. Alınmadı. O sözlər kitablara qızıl hərflərlə yazılmalıdır. Hansı sözlər? O. İki formada düşünə bilmirəm. O, universitetdə əyani təhsil alır. Kim? O. Tamam. İndi bir də belə düşünək. O universitetdə əyani təhsil alır. Hansı universitetdə? Hansı nəzərdə tutursan? Bax, o universiteti. Birində mübtədə oldu, birində də ki oldu təyin. Deməli, birində mən vergül qoya bilərəm. Şəxs əvəzi olarsa, insan anlayışı bildirərsə. Burada artıq vergülün istifadə edəcəm. Amma təyin olsa qoya bilmərəm. İndi, deməli, iki formada düşündüm. Şəxs əvəzi kimi çıxış elədi. İsim gəldi, vergül qoyaram. Sonra, hansı cümlədə bu əvəzindən sonra vergül düzgün qoyulmamışdır? Bu, zənnimcə səni qane edir. Zənnimcə fikrin mənbəyini bildirən modal sözdür. Vergül qoymaq olar. Modal sözün tələbinə əsasən, nidanın tələbinə əsasən, xitabın tələbinə əsasən vergül qoymaq olur. Bu, uşaqlar üçün yazılmış dərslidir. Nə bu? İsim gəlib. Vergül qoymaq olar. Yanlışlıq yoxdur. Bu, dünya çoxlarını yola salıb. Hansı dünya? Bu. Təyin daxı bu. Sifəti əvəz eləyib. Vergül qoymaq olmaz. Bu, həsrətə son qoyan ümid körpüsüdür. Ümid körpüsüdür. Nə bu? Həsrətdəki isimdir. Vergül qoymaq olar. Bu, atamın yazdığı kitabdır. Nədir? Kitabdır. Nə bu? Atadakı isimdir. Gördüyünüz kimi vergül qoymaq olar. Yanlışlıq yoxdur. Hansı bənddə bu əvəzindən sonra vergül qoyula bilər? Vergül qoyula bilər. Qoyulmalıdır demir. Gəl baxaq. Bu qatar gəlib ötməli, sonra da onlar getməli idilər. Hansı qatar bu? Alınmır, iki cür düşünmək olmur. Bu da mənə bəsdir.
Da var burada. Bağlayıcı var burada. Alınmadı. Bu bayram günündə bəzənməliyəm. Hansı bayram günündə bu? Alınmadı. Bu danışır, fel gəlib. Vergül qoymaq olmaz. Bu şagirdin təxəyyülünün məhsuludur. Nə? Bu. Baxın, burada vergül qoymaq olar. Və yaxud da ki, bu şagirdin təxəyyülünün məhsuludur. Hansı şagirdin bu? Təyin kimi düşünsəm, vergül qoya bilmərəm. Amma şəxs, yəni ismi əvəz etmiş formasına düşünsəm, artıq vergül qoymaq olar. Deməli, cavab burada E variantı olacaq. İki formada düşünmək oldu. Birində təyin kimi düşündüm, vergül qoya bilmədim. Birində deməli, burada ismi əvəz etdiyini gördüm, artıq vergüldən istifadə etmək olar. İki formada düşünmək oldu. Sonra sonuncu testimizə baxaq. Hansı cümlədə vergül işlənməməlidir? Aha. O kitab oxuyur. Nədir oxuyur? Kim o? İsim gəldi. Vergül qoymaq olar. O dünəndən buradadır. Zərf gəldi. Vergül qoymaq olar. O mənim dostumdur. Mənim dostumdur. Aha. Mənim dostumdur. Baxın, əvəzi gəldi. Əvəzi gəldikdə vergül qoymaq olmaz. O maraqlı adamdır. Sifət gəldi. Olar. Adamdır. Kim o? O 3 kitab aldı. Say gəldi. Vergül qoymaq olar. Deməli, cavabımız oldu bizim burada C variantı. Çünki burada əvəzlik gəlmişdi. Əvəzlik gələrsə o və budan sonra vergül qoyulmaz. Dərsimiz bugünü bu qədər. Ümid edirəm ki, bu test izahlarından sonra o və budan sonra vergülün qoyulması sizə daha çox aydın oldu, daha rahat oldu. Sağ olun.